Bu yaxınlarda informatika testinin şahid olmuşam və heç inanmazdım ki, gələcəyin tələbəsi indiki abituriyent belə bir səhvə yol verər. Sən demə, bu ən çox edilən səhvlərdən biridir və mən tələbənin belə bir sadə bir məsələdə yıxıldığını görən kimi özümə söz verdim. Biz bu məsələyə çox ciddi olaraq baxmalıyıq. Deyirəm, Allahın bu qoşa nöqtəsi, hərdən də iki nöqtə deyirlər, nədir ki, bu tələbəni sualın qarşısında aciz qoyur. Biz buna həqiqətən də ciddi olaraq baxmalıyıq. Qocaşçılar, gələcəyin tələbələri, indiki abituriyentlər, salamlar, necəsiniz? Mən bugün həqiqətən də Python proqramlaşdırma dilində informatika testində gördüyüm məsələni tamamən bugün izah edib göstərmək niyyətindəyim. Söhbət gedir Python proqramlaşdırma dilində qoşa nöqtədən. İngilis dilində qoşa nöqtəyə kolon deyirlər və ola bilməz ki, ürəyin istədiyin yerdə həmin sözü gedən qoşa nöqtəni istifadə edəsən. Mümkün də deyil. Hər bir qoşa nöqtənin çox maraqlı yeri, istifadəsi və səbəbi var. Ona görə də yaxın durun. Bugün bütün tələbələrə colon usage in Python getdik. Python proqramlaşdırma dili öz sintaksisi ilə həqiqətən də bütün dillərdən daha rahat, daha mənimsənilə biləcək bir dildir. Amma orada ən çox istifadə olunan qoşa nöqtəni haçan və nə üçün yazmaq lazım? Bunu gözəl bilmək lazımdır. Mən artıq redaktordayım və gəlin bir sıra çox maraqlı istifadəsini burada görək. Gəlin ən sadəsindən Python proqramlaşdırma dilində qoşa nöqtənin şərtlərdə istifadəsinə baxaq və qoşa nöqtə bloka tabiçiliyi bildirəndir. Ən rahat forması nədir? Gəlin deyim ki, hər hansı bir dəyişən yaradıram, num bərabərdir, məsələn 6 deyirəm və sonra düşürəm aşağı, deyirəm ki, başlayıram şərt yazmağa. Python proqramlaşdırma dili çox asandır sintaksis olaraq ilk əvvəldə, sonra daha da dolu zəngin bir kodu yazılışına sahibdir, amma təzə başlayan üçün rahatdır. Mən də deyirəm ki, bir şərt yazım. Deyim ki, əgər num böyükdürsə, məsələn 10-dan, o zaman və ilk birinci qoşa nöqtəni artıq burada görürsünüz. Kodias kanalında Python-a dair fundamental olaraq bir çox biliklər artıq var və ona yiyələnə bilərsiniz. Mən sadəcə enter vuran kimi görürsünüz ki, if-in altında yox, müəyyən bir məsafədə mənə yazmağa şərait qoyur. Buna deyirlər indentation və burada deyə bilərəm ki, print OK. Məsələn, belə bir şey yaza bilərəm. 6 ondan böyükdürmü? Əslində xeyr. Run eləsəm, mən heç nə görməyəcəm. Çünki əks halda bir bloku yazmamışam, amma if-in blokuna dair ehtiyac olan qoşa nöqtənin istifadəsini yazdım. Printdən sonra biz elə belə qoşa nöqtə yaza bilmərik. Amma deyək ki, mənə əks halda yazmaq lazımdır. Else qoşa nöqtə və yenə bloka tabiçilik. Yəni burada nəsə baş verməlidir. Qoşa nöqtə bax. Belə bir şəraitdə lazımdır. Və gəlin deyək ki, print no. Mən indi bu saat run eləsəm, no görərəm. Aydın məsələdir ki, mən bu hissəni yazmasam, yenə də run eləsəm, heç bir nəticə görmərəm, çünki mənim əks halda bir blokum yox idi, amma onu da yazdım. Ola bilsin ki, hətta mən bir şərt yox, bir şərt birdən yaza bilərəm, ona görə də yenə də elif deyirəm və şərti yazıram, bəlkə də yoxlamaq lazımdır ki, ona bərabərdirmi ya yox. İndi bu saat çox da məntiqi bir yazılışa sahib olmaq istəmirəm. Sadəcə qoşa nöqtələrin və bir dənə şərt məsələsində if-lərdə necə təşkil olunur, harada yazmaq lazımdır, onu göstərirəm və ona görə deyim ki, məsələn print 10 yazıram. Problem deyil. Ola bilsin də şərtin içində şərt yazasınız və buna deyirlər nested if statement, iç-içə yenə də if-ləri yazsanız, yenə də qoşa nöqtə ehtiyac olacaq, amma qoşa nöqtə bloka tabiçiliyi göstərəndir. Başqa harda bizim qarşımıza blok tabiçiliyini bildirən amil ola bilər? Dövrlərdə. Python proqramlaşdırma dilində dövrlər çox asandır. Nə mənada? Digər dillərdə dövr sayı çoxdur, Pythonda çox azdır. Bir dənədir və for dünyasından bir dənədir, while'dan da bir dənədir. Digər dillərdə fordan çoxdur. Və burada sadəcə ən bəsit formada for x in range, gəlin deyək ki 5 yazıram və bu zaman mənə nə lazım olacaq? Bəli, yenə də qoşa nöqtə bloku bildirmək üçün və tabiçiliyində sadəcə print x deyirəm, başqa bir şey də demirəm və indi bu saat run eləsəm 0, 1, 2, 3, 4 gələcəkdir. Güman edirəm ki, bilirsiniz nəyə görə 0, 1, 2, 3, 4 gəlir, amma eyni zamanda artıq bayaq göstərdim ki, sən demə, mən hətta if yaza bilərəm. If x bərabər deyilsə 3, o zaman belə bir şey yaza bilərəm.
və run eləsəm 0, 1, 2, 4. Baxın, belə bir yazılarda mümkündür, amma hər istənilən yerdə qoşa nöqtə yazılmır. Bütün proqramlaşdırma dillərində mövcud olan və ən güclü dövrdən də danışmaq istəyirəm. Python proqramlaşdırma dilində, başqa dillərdə fərqi yoxdur. While dövrünü istifadə edirsənsə səbəb lazımdır. Ürəyin istədiyi kimi, ürəyin dövr istəyir deyə gəl while istifadə edək. O deyil. Buna dair ayrıca Kod kanalında video var. While'a dair mütləq baxın. Python proqramlaşdırma dilinə dair Kod kanalında bir çox maraqlı fundamental dərsləri var. Amma while dövrü necə təşkil olunur? Mənə bəsdir ki, deyim ki, məsələn, x bərabərdir ən sadə formasını göstərib qoşa nöqtənin istifadəsini göstərmək istəyirəm. Deyək ki, x bərabərdir 5, düzdürmü? Və düşürəm aşağı, deyirəm ki, nə qədər ki, çünki while şərti dövrdür. Sən istədiyin yerdə, istədiyin formada ondan istifadə etmirsən. Və deyəm, nə qədər ki, x böyükdür 0-dan, hal-hazırda onsuz da böyükdür 0-dan 5-dir. Mən deyərəm, mənə xahiş edirəm, elə sözü gedən x-i göstər, amma sonsuz dövr baş verməsin. Kompüter bu arada nə edəcəyini bilməmiş olmasın deyə ən yaxşı nə etmək lazımdır? Həmin x-ə təsir göstərmək lazımdır ki, şərt bir gün işləməsin. Yəni, beləliklə mən deyim ki, hər dəfə azaldım ki, bir gün sıfıra doğru gələndə dayansın. Ona görə x, deyəm ki, mənfi bərabərdir 1. Hər dəfə 1 aşağı edirəm və run eləsəm, görəcəm ki, 5, 4, 3, 2, 1. Bu qədər. Gördüyünüz kimi, mən bütün rəqəmləri görürəm və çox rahat şəkildə təşkil olunur. Aydın məsələdir ki, burada da mən şərt yaza bilərəm. Deyə bilərəm ki, if x bərabərdirsə deyək ki, 4, hətta bərabər deyil deyək 4, çünki bərkində də elə yazmışdıq. Print x. Bu qədər. Qoşa nöqtələrə fikir verin. Yenə qoşa nöqtə və tabiçi bir blok və yenə qoşa nöqtə, tabiçi bir blok. Mən burada hardasa qoşa nöqtə yaza bilmərəm. Ürəyiniz bir çox yerə bəlkə də yazmağa istəyər də, amma elə deyil. Qayda və qanunu var və yenə də run eləsəm görəcəm ki, 5, 3, 2, 1, 4 olası deyil. Başqa harda qoşa nöqtə istifadə oluna bilər deyirsinizsə, funksiyalarda. Bəli. Və gəlin ən bəsit bir def yazım açar sözünü Python proqramlaşdırma dilində funksiya def ilə yazılır və deyək ki, məni salamlayan bir funksiya yazım. Greet me. Və aydın məsələ ki, name lazımdır və bu sırada qoşa nöqtə məhz sonda yazılır. Qoşa nöqtə yazıb enter vururam və blok tabiçiliyinə artıq hazırdır. Redaktor da bunu bilir və burada sadəcə gəlin return əvəzinə print deyim və funksiya dair ayrıca Kod kanalında videolar var və burada deyim ki, elə formatda, niyə də yox, deyim ki, salam və qoy maraqlı formada salamlama olsun. Elə adı da bax burada yerləşdirmiş olun. Bu qədər. Funksiya yazıldı mı? Yazıldı. Amma indi bu saat aydın məsələ ki, run eləsəm heç bir nəticə görməyəcəm. Niyə? Çünki nəticəni görmək üçün də mənə o funksiya çağırmaq lazımdır. Funksiya çağırışı zamanı qoşa nöqtə istifadə olunmur. Ancaq yazılışı zamanı. Məsələn, fikir verin ki, mən burada yazsam, artıq funksiya çağırmaq istəyəm. Greet me, əgər əvvəl işləməyəcəkdirsə, indi işləyəcək. Mən funksiya çağırıram və istənilən ad bura yaza bilərsiniz. Mənə sadəcə Kod az yazmam yetərlidir. Nəticədə salam Kod gələcəkdir. Python proqramlaşdırma dilində funksiyadan danışdıqsa, ola bilməz ki, lambda funksiyadan danışmayaq. Anonim funksiya. Əgər deflə başlayan funksiya məndə adlı funksiyadır, lambdadırsa deməli adsızdır, anonim funksiyadır və mən onu bir sətirdə özü qoşa nöqtə istifadə olmaqla yazacağam. Amma da blok tabiçiliyi yeni sətirdə heç olmayacaq. Bu biraz fərqli yazılır və burada qoşa nöqtə özünə məxsus formada istifadə olunur. Gəlin deyək ki, bir dəyişən yaratmalıyam mütləq şəkildə. Square adında bir dəyişən yaradım və bərabər dediyim lambda. Bu anonim funksiyadır Python proqramlaşdırma dilində. Ona dair də Kod kanalında video var. Və burada deyim ki, hər hansı bir rəqəm gələcəksə, mən onu özünə vuracam və belə bir dəyəri qaytaracam. Save edib birinci run edirəm, heç bir error yoxdur, nə gözəl və fikir verin ki, bu qoşa nöqtədən sonra daha yeni sətir keçid almıram. Əsla. Mənim işim bir sətirdə bu işi görməkdir və bir sətirdə də işlər var və orada da qoşa nöqtə istifadə olunur. İlk birinci lambdada bunu gördük və mən istəyirəm bu funksiyanı artıq çağırım. Və yenə də artıq dəyişənin adından yararlanaraq mən demək istəyirəm ki, məsələn,
4 yazıram bura və 4 vuraq 4 mənə nə göstərəcək? Bu arada düzdür, mən print vermədim. Bir fikir verin ki, tələsdim. Mütləq şəkildə burada print yazmalıyam və eyvallah. Run eləsəm 4 vuraq 4 16. Həqiqətən də çox maraqlıdır. Olarmı printi oraya yazmağa? Gəlin bunu qaytarım bu hissəni və əslində sadəcə yoxlamaq istəyirik də. Bu arada belə bir şey yazmaq olarmı ya yox? Onu da bilmək istəyirəm. Lambda nə edir? Run edirəm, belə gələr, amma gəl ki, belə yazılış düzdürmü? Xeyr. Lambda function belə bir şey istəmir. Heç vaxt. Bəlkə də defdə yazıb bunu görüb buna şərait qura bilərsən. Amma lambda function xeyr. İstəyir ki, sən nəticədə nə qaytaracaqsa, sən onu printə verəsən və ya başqa bir yerdə istifadə edəsən. Yenə də run eləyirəm, hər şey gözəl. 4 vuraq 4 16-dırsa, aydın məsələlərdir ki, 5 vuraq 5 25. Baxın, qoşa nöqtə. Burada belə də istifadə olunur. Növbəti Python proqramlaşdırma dilində özünə məxsus çox gözəl OP dünyasına aid olan klasslar var və obyekt dünyası var. Obyekt yönümlü proqramlaşdırmada Pythonda möhtəşəmdir, gözəldir və özünə aid olan elə imkanlar var ki, başqa proqramlaşdırma dillərində bir çoxsunda yoxdur. Amma orada da qoşa nöqtə istifadəsi mütləqdir ki, var. Mən klass yaradarkən, gəlin yaradaq. Class və aydın məsələdir ki, class sözü yazandan sonra açar sözünü mən hər hansı bir klasa ad verməliyəm. Yazacağım ad mütləq şəkildə ilk birinci böyük hərf olmalıdır. Gəlin deyək ki, person və qoşa nöqtə. Məhz buradan başlayır klass yazılışı. Qoşa nöqtə burada tabiçilik blokunu mənə təşkil edir. İndi heç nə yazmam, sadəcə ellipsis yazıram. Güman edirəm ki, ellipsis nədir bilirsiniz və əgər klass yazdımsa, deməli ona aid obyekt yaza bilərəm. Birincisi, run edim, görüm ki, error alıram mı? Yox, nə gözəl. Və burada deyə bilərəm ki, məsələn, hər hansı, deyək ki, boy bərabərdir person və artıq mənim obyektim yarandı. Nə gözəl. Run eləsəm, error var mı? Yox. Amma eyni zamanda buranı təşkil edə də bilərəm özümə və qoşa nöqtələr silsiləsi çox maraqlı formada klass dünyasında öz yerini tapır və iflər, deflər, bir çox şeylər yazaraq da qoşa nöqtələrin düzgün istifadəsini unutmuruq. Məsələn, deyə bilərəm ki, def, hətta belə bir şey deyə bilərəm, init, niyə də yox, qoy elə obyekt yaranan kimi OP dünyasına dair artıq danışmışıq hər şeyi və mütləq ona dair baxa bilərsiniz videolar. Amma fikir verin, def yazımsa, nə yazıramsa sonunda qoşa nöqtəsi, sən demə var imiş, hətta klass dünyasının içində və burada eyni zamanda deyirəm ki, gəl belə eləyək, ad mənə mütləq şəkildə qoy vurğulansın, ona görə name deyirəm və aşağıda deyirəm sadəcə print. Hətta çox bir şey etməyəcəm. Print formatda deyim, çox maraqlı olsun. Salam, salam və yenə də qoy olsun elə bayaqki kod kimi. Niyə də yox? Qoy obyekt yaranan kimi salamlama baş versin. Belə bir şey yazmaqla işimi təşkil elədim, amma indi bu saat run eləsəm error alaram. Çünki klassda bildirdim ki, inisializasiya zamanı ona görə init yazırıq. Init zamanı adı verəcəm mütləq şəkildə. Ona görə gəlin burada deyim ki, yenə də kodi.az və indi bu saat run eləsəm salam kodi.az. Çox gözəl şəkildə təşkil olunur, amma mən başqa bilmədiyim yerlərə qoşa nöqtə yazmıram. Nə buralarda bir yerdə yazıram, nə printdən qabaq, printdən sonra ya da defin ortalarında. Xeyr, hər bir qoşa nöqtənin öz yeri var. Gəlin sizə başqa advanced level olan və səviyyəcə çox maraqlı bir informasiyanı sizdən paylaşım ki, orada da qoşa nöqtəyə ehtiyac var. Üstəlik də ki, Pythonda olan bu imkan başqa dillərdə ona oxşar alternativ var, amma belə güclü deyil. Pythonda bu üst səviyyə zirvədir. Match case. Gözəl bir şeydir və onu burada təmsil edim. Məsələn, ən bəsit bir şey yazım. Num bərabərdir. Məsələn, 5 deyirəm. Və digər dillər kasaddır. Python'ın qarşısında match case çox böyük imkanlara malikdir. Ona dair ayrıca video var. Və getdik. Deyirəm ki, yazıram match və deyirəm ki, deməli öyrənmək istədiyim num dəyişənimin əldə etdiyi dəyərə əsasən mən müəyyən işlər görəcəm və match num yazan kimi qoşa nöqtə yazdım. Fikir verin, çox maraqlıdır və qoşa nöqtə yazan kimi artıq blok tabiçiliyində
case yaza bilərəm. O case'in də qoşa nöqtəyə ehtiyacı var. Ona görə dedim ki, bax, işi şaya fikir verin. Əgər nam 5 olsa rəqəm olaraq o zaman və fikir verin ki, hər dəfə o zaman demək istəyəndə qoşa nöqtə enter yaza bilirəm və burada deyək ki, məsələn, print və deyək ki, elə burada yazım 5, özdə vurğulayım ki, integer belə bir şey, amma eyni zamanda bir dənə case yazım və deyim ki, tiplərə çox həssas olan bir dildir Python və 5'i string olaraq verirəm və print yazıram. Burada da deyirəm ki 5, amma deyim ki str. Fikir verin ki, qoşan nöqtəni mən stringin içində yazmağım heç bir şey demək deyil. Əsas qoşan nöqtələr bunlardır. Mən sadəcə gəlin hətta 2-3 dənə yazdım ki, düşünməyəsiniz ki, həqiqətən orada da yazmaq lazımdır. Sadəcə naxş olaraq yazmışam və getdik. Nam məndə 5'dir. 5 rəqəm olaraq tam ədəddir. Run edirəm. Voilà, 5 int. Gəlin deyək ki, mən bunu dırnaq içine alıram və yenə run edirəm 5 str. Amma birdən həqiqi ədəd eləyərəm. Məsələn, 5,7 deyirəm və run edirəm. Heç bir halları yoxdur. Və məhz o zaman mən anlayıram ki, nə qədər maraqlıdır və qoşan nöqtələr harda iştirak eləməlidir. Çox maraqlı formada bu iş təşkil olunur və deyirəm, ayda nə maraqlıdır, həqiqətən də 5 yazdımsa, bunlardan biri ancaq işləyəcək. Buna da match case deyirik. Mən onun özəlliklərini və səviyyəcə nə qədər güclü olduğunu match case'i burada göstərmirəm. Ona dair video var, amma görün nə qədər qoşan nöqtə və lazımi yerdə istifadə olunur. Python proqramlaşdırma dilində onsuz da sizə ehtiyac olacaq. Başqa bir şeydə göstərim. Orada da qoşa nöqtə istifadə olunur və həqiqətən maraqlı layihə yazacaqsınızsa, ola bilməz ki, buna müraciət etməyəsiniz. Haçan səhvləri qarşıma çıxacaq. Hər hansı bir errorların mən qarşısını alıb və yaxud da ki, kontrol edə bilirəm və gəlin onu göstərim. Birincisi səhvin özünü göstərim. Niyə də yox? Məsələn, 100% bilirəm ki, bir sıfıra bölmə kompüterdə və riyaziyyatımda mümkün deyil. Run eləsəm error alaram. Özü də mənə deyir ki, zero division error. Sıfıra bölmək mümkün deyil. Tamamilə doğru. Amma deyək ki, bu səbəblə mənim kodum dayanmamalıdır. Ona görə buna dair try except var. Deyirəm try, gəl çalışaq. Fikir verin ki, qoşa nöqtə artıq mənim üçün təşkil olundu. Mən yazıram qoşa nöqtə enter. Çalışacağım. Biri sıfıra bölüb və onu ekranda göstərim. Amma alınmasa except, buna dair də 100% sizi əmin edirəm ki, video var və rahatlıqla öyrənə bilərsiniz. Heç bir şey yazmıram. Birbaşa except'də deyirəm ki, gəlin burada deyim ki, print, deyək ki, olmaz. Belə bir şey yazmaq istəyirəm və indi bu saat run eləsəm, mənə daha sıfıra bölə bilmirsən deyə Python'ın özünün traceback deyirik ona. Error informasiyasını geri mənə qaytarmır. Əksinə kontrol eləmişəm. Bax, alınmırsa mənə artıq başqa formada bildir, amma kod dayanmaz. Nə maraqlı. Sən demə qoşan nöqtəni burada da istifadə edə bilirəm. Try except'in ayrıca da bunu da göstərək. Finally var ki, orada qoşan nöqtə yazıb print deyirəm və gəlin deyək ki, kodi.az yazıram. Bu da o demək ki, istəyir uğurlu olsun işiniz, istəyir uğursuz olsun, yenə də sonunda finally həmişə hissəsi işləyəcəkdir, həmin bu blok hissəsi. Amma deyək ki, biri bölürəm 2-yə. Bu ki, mümkündür. Run eləsəm 0,5, yəni olmaz qarşıma çıxmır, çünki error almadım, amma kod-yaz gəldi. Baxın, çox maraqlı yerdə də qoşan nöqtələr, bax, bu informasiyada da tətbiq olunur və Python'ı gözəl bilmək lazımdır. Bir Pythonçı olasan və fayllarla iş görməyəsən mümkün deyil və buna dair çox maraqlı özünə məxsus bir bilik var, Context Manager. Nəinki fayllarla, bir çox işlərlə həmin Context Manager istifadə edə bilərsiniz, amma daha da çox fayllarla işləyirik. Orada da qoşan nöqtə və blok tabiçiliyinə ehtiyacı var. Eyni zamanda görək ki, Python'da necə təşkil olunur bu. Gəlin deyək ki, with yazıram, sonra da
open funksiyasına müraciət edirəm və deyirəm ki, məndə deyək ki, docs adında bir qovluq var. İçində kodi.az yazmaq istəyirəm. Kodi.txt faylını yaradacağım. Özdə yoxdursa istəyirəm yaransın. W yazıram onun üçün və with as ona görə deyirlər context manager və as gələcəkdə həmin sözü gedən mənim faylımı təmsil edəcək dəyişən yaradıram. Qoşa nöqtə. Sonra enter və with bloku yaranır. İçində istədiyini yaz. Mən sadəcə o faylın yaranması, amma eyni zamanda da içində məsələn, niyə də yox, write nəsə yazmaq istəyirəm. Özə deyim ki, salam kodi.az belə bir şey yazım, hətta yeni sətri də təmsil edəcək \n də deyim. Bu qədər. Run etsəm, mən nəticə etibarı ilə heç nə görəsi burada deyiləm. Amma terminal açmaq istəyirəm və bu terminalda bilmək istəyirəm, fayl yarandı mı? Gəlin deyim ki, ls docs adında qovluğum var, içində nə var? Baxıram, voilà, kodi.txt yarandı. Hətta içini oxumaq üçün yenə də deyərəm ki, cut, elə bu qovluqdan deyərəm ki, docs, kodi.txt fayl var ki, içinə baxmaq istəyirəm. İçində nə yazılıb? Görəm ki, salam kodiaz. Siz də yoxlayıb bilə bilərsiniz. Amma burada da qoşa nöqtəyə ehtiyac var. İndi isə gəldik çıxdıq Python proqramlaşdırma dilinin şəkər imkanına. Həqiqətən də möhtəşəmdir. Kəsim stringdə də var, listdə də var və bir çox yerdə mən artıq həmin kəsim nədir biləndən sonra istifadə edə biləcəyim bir imkandır Pythonda. Heyf ki, bir çox dildə o yoxdur. Amma gəlin yazaq. Deyim ki, text bərabərdir və elə burada deyim ki, kodi.az və istəyirəm bu yazını, bu yazıdır. Bu yazını çox maraqlı formada qoşa nöqtəni istifadə etməklə və o qoşa nöqtənin nə kimi gücü var onu görək və burada deyim ki, text, amma istəyirəm bir fikir verin ki, sırf ikinci belə bir şey yazıram. İkinci hərfdən deyək ki, ən sonuncuya qədər belə bir şey yazıram və run edirəm. Fikir verin ki, D-dən A-ya qədər -1 heç vaxt, yəni sonuncuya qədər heç vaxt deməli bu kəsim içinə aid deyil. Bu intervalda mümkün deyil iştirak edir. Məsələn 2-dən və buraya yazsam 5-ə kimi belə bir şey yaza bilərəm. Run eləsəm qoşa nöqtənin burada çox maraqlı işinə bax. Və fikir verin ki 0, 1, ikinci indeksdən, düzdürmü? 2, 3, 4, bu 5-ci var ha, A dayanan. O heç vaxt bu intervala aid deyil. 5-ə qədər 5-ci bura aidiyyatı yoxdur. Çox maraqlıdır. Eyni zamanda deyə bilərəm ki, ikincidən başda axıra kimi run edə bilərəm. Tamam. Eyni zamanda deyə bilərəm ki, bax, əvvəldən başlayırsan, amma sona qədər z qəbul olunmayacaq. Kodiya. Nə maraqlı. Belə bir imkanlar var əslində və sən demək kəsim dünyasında istəyir list olsun, istəyir string olsun, çox maraqlıdır. Hətta -1 istifadə edirəmsə, -1 də çox gözəl bir şeydir. Hər bir dilində o yoxdur. Hətta 2 qoşa nöqtə istifadə etsəm, kəsimi tamamən tərsinə də təşkil edə bilirəm və kodiaz mənim üçün tərsinə oxunur. Fərq eləmir. Eyni zamanda dediyim kimi listə təşkil edə bilərəm. 1, 2, 3, 4 və 5 deyərəm, düzdürmü? Və tərs şəraiti qura bilərəm. Və yaxud da ki, deyə bilərəm ki, mənə deyək ki, ikincidən başda axıra kimi. Baxın, bu kimi imkanlar mənə şərait qurur ki, kəsim nədir bilmək və qoşa nöqtə burada hansı imkana malikdir, onu anlamaq. Kəsimə dair ayrıca video var, amma gördünüz nələr etmək olmur sözü gedən qoşa nöqtə ilə. Əgər Python proqramlaşdırma dilində yerində mənimsəmənləri bilmirsinizsə, Walrus operator deyirik ona, onda test olaraq qarşınıza çıxsa, bəlkə də onu səhv kimi qeyd edərsiniz. Amma normalda düzgün bir istifadədir. Çox az bir halda istifadə olunur, amma niyə də göstərməyim və buna dair də aydın məsələdir ki, Kodiaz kanalında deməli video dərs var. Getdik. Məsələn deyim ki, data bərabərdir. Ən sadə formada bunu göstərəcəm, amma yenə də görək. Gəlin deyək ki, yenə də kodi.az yazıram. Belə bir yazım var. Data dəyişənimlə təmsil edirəm və if və bundan sonra yazıram ki, məsələn deyim ki, channel, belə bir şey yazıram.
qoşa nöqtə bərabərdir. Məhz belə bir şey yazmaqda səbəb var məndə. Data, fikir verin ki, belə bir şey yazdım. Bu Walrus operatordur və burada deyim ki, print, hətta formatda deyə bilərəm ki, subscribe, inşallah düz yazdıq və elə burada deyirəm channel. Bu qədər. 3 dənə də nida işarəsi yazaq. Bu mənim Walrus operatorumda. Bir neçəsi deyir ki, yox, belə bir şey olmamalıdır yəqin, belə bir yaz, amma gəlin yoxlayaq. Run edim, subscribe koyacağız. Mən yerində channel dəyişəni ifin içində də yaratmadım. Elə ifdə şərtdə mən datanı yoxlayarkən hər şey yaxşıdırsa, mən onun dəyərini channel adını dəyişənə verdim. Bir də içində channel bərabərdir, nə bilim, subscribe, qoşa, subscribe və fiqur mötərizədə data yazmadım. Birbaşa belə maraqlı formada yazı yazdım. Amma deyək ki, data bərabərdir boş bir deməli stringə. Bu da bizdə if şərtində negativi bildirəndir. Mən nəticə olaraq bir şey ala bilərəmmi? Run eləsəm, heç nə gələn deyil. Else statement burada yazsam, yəni else, gəlin deyək ki, print'te deyə bilərəm ki, no data. Belə bir şey deyirəm. Yəni, heç bir məlumatı yoxdur. Run eləsəm no data gələr. Nə maraqlı. Sən demə, çox yerində mənimsəmə nədir? Biləndən sonra çox bir yerdə daha səhv test olaraq etməyəcəksiniz. Run eləsəm, subscribe koyacağız. Bundan sonra mən əminəm, nə testlərdə, nə də yazıda siz qoşa nöqtəyə dair istifadəni səhv bilməyəcəksiniz. Və bu nədir ki, əslində bundan başqa yerlərdə də qoşa nöqtə istifadə olunur. Format stringdə də istifadə olunur. Funksiyanın içində parametrlər tip olaraq vurğulayanda da bir çox yerdə hələ əlavə olaraq var. Amma bu minimal, fundamental, sizlər mütləq yazıb tanıyacağınız bir informasiyadır. Həm yazacaqsınız, həm tanıyacaqsınız, həm də üstəlik də ki, mən nə göstərdimsə sizə Kocaz kanalında artıq video dərs kimi var. Hansı hissə sizi maraqlandırdısa və yaxud da ki, heç bilmirdinizsə, Kocaz kanalında o videoları tapa bilərsiniz. Mənim də işim məhz sizlərin hamınız istər testdə, istər də kod yazmada fərq eləmir. Python biliyinə dərin olaraq sahib olasınız, istifadə edəsiniz və bilməyənləri də bu kanala çağırasınız. Bəli, məhz o səbəbdən də Kocaz kanalına abunə oluruq, paylaşım, like və kimlər bilmirsə hər kəsə bu kanalı tövsiyə edirik. Sağ olun, sağ salamat.